3i atlas haqqında mən dəqiq cavab verə bilməyəcəm. Nəyə görə ki, mən astronomların gördüyünü görmürəm. Ancaq onlar öz şərhlərini verirlər. Problemlər olduğunu qeyd eləyirlər və onu anlamırlar nədən baş verir. Mən hesab edirəm ki, onların kainat haqqında təsəvvürləri doğru deyil. Təhrif olunmuş şəkildə təsvir edirlər. Bizim filosoflarımız, sufi filosoflarımız kainatın təsvirini nə cür veribdir? Sfera içində çoxlu sferalar. Tutaq ki, hər bir galaktika bir sferadır. İçində hər göy cisimləri toplusunun da özünün kiçik sferaları var. Deməli, bir sfera içində çox saylı sferalar. Galaktikalar toplusunun özü də hər hansı bir galaktika mərkəzi ki var, mərkəzi göy cismi ətrafında, o da sfera içərisindədir. Onun da özünün sferası var, metagalaktika deyirlər. O qara deşiklər də o sferaların mərkəzində olan mərkəzi cisimlərdir. Bu, sufi babalarımızın təsviridir, bu belədir. Və o sfera nədir? O sferanın özünü daha doğrudur ki, efirosfera adlandırır. Hər bir efirosferanın da aşağı təbəqəsi, göy cisminə yaxın olan təbəqəsi bilirik ki, atmosfera adlanır. Məsələn, yerin atmosferası var. Amma atmosfera özü bizim yerin, yer kürəsinin özünün efirosferasının içində alt təbəqədir. Bu, müasir astronomlarda rəhbər tutublar bir böyük partlayış anlayışını. Səhv bir nəzəriyyədir, doğru deyil. Partlayışlar həmişə var, bugün də olur, sabah da olacaq. Partlayışlar olur kainatda, çox sayda partlayışlar. Hər bir galaktikanın özü partlayışdan doğur. Hər bir göy cisimləri, məsələn, günəş sistemi, günəş partlamasından o planetlər yaranıbdır, onun ətrafına fırlanır. Bax, bu alternativ fizika baxışıdır kainatın quruluşuna. İndi burada deyirlər ki, bu istiqamətini belə dəyişdi, elə dəyişdi. Axı, bunlar efirin varlığını rədd edirlər, efir yoxdur deyirlər. Amma efir var, o da mühitdir. O mühitdə də hərəkət sürətindən asılı olaraq fərqli müqamət yaranır. Fərqli müqamət yaranır, o da fərqli trayektoriya yönəldir o göy cismini, asteroidi fərqli yerə yönəldir. Və orada temperatur məsələsi də var. Tək günəşin temperaturu yox, günəşin özünün efirosferası, atmosferası da ola bilsin, çatır, mən bilmirəm hansı məsafəyə qədərdir. Çünki atmosferanın da özünün bir sərhəddi yoxdur, dəqiq sərhəddi yoxdur. O harada tutarır, o da naməlumdur, bugünkü elmə də naməlumdur. Bəlkə biraz da çox gedir, bir neçə təbəqəsi də əlavə olaraq var o efirosfera içərisində. Buna görə mən dəqiq deyə bilmərəm. Lazımdır ki, mən tanış olum, onlar nə görürsə, mən də görə bilim onu ki, orada nə baş verir. Bütün bəlalar hamısı başlayır bu efirin yoxluğu məsələsindən. Ola bilsin ki, indi efirin varlığını ortaya qoysalar, ola bilsin bir çox 15 sualdırsa, tutaq ki, 10-na, 12-sinə cavab tapdılar, bəlkə hamısına tapdılar. Bunu da ortaya qoyan yoxdur, yaxın vaxtlarda da qoymayacaqlar yəqin ki. Amma bu böyük bir şans idi bəşəriyyət üçün, alimlər üçün ki, nəhayət bu efir yoxdur cəfəngiyatından yaxa qutarsınlar. Bu sübut eləmək üçün kifayət qədər material var. Bax, bu 3i atlasın gəlməsi, qonaq gəlməsi deyək,
bununla sübut eləyə bilərdilər ki, bəli, efir var, sürət böyük olanda o hərəkət edən cisim həm də qızır, həm də ona müxtəlif təsirlər onun istiqamətini, trayektoriyasını dəyişdirə bilir. Bu şeyləri qoymaq olardı, amma bu da əldən buraxıldı. Böyük partlayışda dediyim kimi də artıq laxlayıbdı, çoxları inanmır. Bir vaxtlar biri demişdi, hamısı ona ləbbeyk demişdi alimlərin. Amma bu da laxlayıbdı. Sonra bu bir Nobel mükafatı aldı. Kim idi o? O kainat genişlənir konsepsiyası ətrafında bir aşkar elədi ki, bəli, uzaqlaşır bizdən, qalaktikalar uzaqlaşır. Onu da dedilər ki, böyük partlayış nəzəriyyəsi düzgündür. Düzgün zat deyil. Böyük partlayış anlayışı özü düzgündür. Çünki biz bilmirik böyük partlayış harda olub, nə vaxt olub. Partlayışlar, kiçik partlayışlar sonsuz sayda müşahidə edirik. Bu evolyusiya prosesinin özüdür bu, prosesin özüdür. Partlayışlar, sıxılmalar, genişlənmələr bu bir qaçılmaz prosesdir, periodik bir prosesdir. Odur ki, mən deyə bilməyəcəm, o 3 atlas sünidir, yaxud təbiidir. İndi yaxın günlərdə aydınlaşar nədir, nə deyil, onda da deyə bilərik. Bu qədər. Cavab verə bilməyəcəm sənə, sağ ol.